Salam əziz tələbələr. Bu gün sizə Konstitusiyanın 118-ci maddəsi ilə bağlı qısa bir izah verəcəm. Deməli, sualımız belədir ki, Prezident baş nazir üzrə namizədi Milli Məclisə nə vaxt təqdim edir? Birinci lövhədə yazdığım hissəyə baxmadan sualımıza cavab veririk. Konstitusiyaya uyğun olaraq Prezident öz səlahiyyətlərinin icrasına başladığı gündən bir ay ərzində və ya ikinci halda Nazirlər Kabinetinin istefasından 2 həftə ərzində. Bəs bizim götürəcəyimiz cavab hansıdır? Əgər sualın şərtində bizə verirsə ki, yeni prezident seçilərsə, nə zaman təqdim etməlidir? Yeni prezident dediksə, bir ay götürəcək. Çünki prezidentin and istədiyi gün səlahiyyətin icrasına başladığı gün sayılır və eyni gündə də Nazirlər Kabineti istefa vermiş olur. Amma biz burada yalnız yeni prezident seçilirsə, prezidentin səlahiyyətin icrasına başladığı gündən bir ay götürəcək. Hansı halda 2 ay götürə bilərik? Bu halda götürə bilərik ki, əgər prezident öz prezidentlik dövrünü icra etdiyi vaxtda Nazirlər Kabineti istefa verib və yaxud da Nazirlər Kabinetinin özü istefaya göndəribsə, həmin halda 2 həftə ərzində yeni baş naziri Milli Məclisə təqdim etməlidir. İzahımız ümumi mövzu olaraq təbii ki, daha geniş, amma qısa videoya sığdırılır.